Bugünkü bölücümüz Qoç bölücüdür. Əziz qoçlar, göydəki elementlər sizi göstərir, sizi işarələyir. Yəni bu ay iyul ayında ulduzların düzülüşü, planetlərin quruluşu uğurun, şansın, sevginin sizə odaqlanmasını göstərir. Hisslərinizə hakim olun. Ağılla düşünün, dəqiq davranın, sərrast danışın. Hisslərinizdə yanılmamağa çalışın. Çevrənizdə biriləri sizin arxanızdan iş çevirməyə, sizə quyu qazmağa çalışır. Lakin siz o qədər dərrakəli, o qədər ağıllısınız ki, tez bunu hiss edəcəksiniz. Bəlkə də indiyə qədər hiss etmişsiniz. O kim olduğunu bilirsiniz, axır əvvəl onu ifşa edəcəksiniz. Və o sizə heç bir şey edə bilməz. Yəni belə deyək ki, o sizə heç bir şey edə bilməz. İyul ayında sizdə çox irəliləyişlər gözlənilir. Yəni maliyyə sahəsində. Maliyyə sahəsində irəliləyişlər gözlənir. Ayın birinci yarısında siz bu iş müqavilələri bağlayacaqsınız və bu iş müqavilələri ikinci yarısında həyata keçirməyə başlayacaqsınız. Və iyul ayının sonlarından bu gördüyünüz işlər, planlar sizə artıq maliyyə dönüşü kimi qayıdacaq, pul gəliri kimi əlinizə gələcəkdir. Və sevgidə nə vaxtdan sizdə elə bir keçmişdən bir sevgi gəlir sizə. Keçmişdə kiminləsə tanış olmusunuzmu? Yoxsa onunla əlaqəniz olubmu? İndi o insan sizə dönür və sizə dönür. Keçmişdən ürəyində saxladığı sevgisini bu iyul ayın sonuna kimi sizə etiraf edəcək, büruzə verəcək və siz də ona qarşılıq verməyiniz məsləhətdir. Çünki bu sevgi həqiqi bir sevgidir. Ailədə yaxınlarınızla çox sıx mehriban ünsiyyətiniz olacaq. Məsələn, şəhərdə yaşayırsınızsa, kəndə ata-ananıza, valideynlərinizə, qohum-əqrabanıza baş çəkməyə gedəcəksiniz və sizdə bunun əsnasında istirahət görsənir. Bəlkə də valideynlərinizlə bir yerdə istirahətə gedəcəksiniz. Belə bir yol görsənir sizə və bu yolda xeyirli yoldur, yaxşı yoldur və istirahət etməkdə sizə bir fayda var. Sağlamlığınıza diqqət ayırmış olarsınız. Bu aralar elə biraz nasazlığınız olubdur bəzilərinizdə və bu səyahətin sizə bir xeyri olacaq. Sağlamlığınız möhkəmlənəcək, daha da yaxşı əhval-ruhiyyədə olacaqsınız. Və ulduzların sizə vəd etdiyi yaxşı məsələlərdən biri də karyera yüksəlişidir. Elə bil ki, işdə sizin üçün nə isə bir yol cızılır. Bu yol sizi uğura aparır, yüksəlişə aparır. Bilmirəm, bu vəzifə artımıdırmı, vəzifə dəyişimidirmi, yoxsa sizə yeni rəhbərlik gələcək və onun yanında hörmətiniz artacaq, etibar qazanacaqsınız. Belə məsələlərlə gündəmdə olacaqsınız. Əziz qoçlar, dəyərli qoçlar və iyul ayında sizin gördüyünüz işlər hamısı sizin gələcək potensialınızdır. Gələcək üçün yatırdığınız potensialdır və bu işlərdə diqqətli olun, çalışqan olun və yorulmayın, usanmayın. Çünki bu sizin tam gələcəyinizi demək olar ki, tam qarantiya altına alır və bu işləri görərkən siz ürəyinizdə Allaha bağlısınız, Allaha bağlı insanlarsınız çoxunuz və ürəyinizdə Allaha dualar edirsiniz və bu duaları etməkdə davam edin, sürəkli dualar edin və Allah bir gün dualarınızı qəbul edəcək və ona qarşılıq verəcək və siz də çox yaxşı nəticələr əldə edəcəksiniz. Sevgi ilə qalın, xoşça qalın.